Bak demedi demeyin ha. Söylemedi demeyin ha. İlham Əliyevin ailə üzvlərindən demirəm kimlər mənim efirimə baxıblar, düyməni basıblar və mənim o məxfi məlumatımı verdiyimi də biliblər və razılığa hərəkətə keçiblər. Tofiq bəy, biz belə aclıq sizi əf eləyənlər, İlham Əliyevin zəifliyini, İlham Əliyevin acizliyini göstərər, üstəlik o biri siyasi məhbuslara kütləvi aclıq eləyər, siz aclığı bitirin, ya məhkəmədə ya da məhkəmədən sonra 28 mayda əffə düşəcəksiniz. Tofiq də deyib ki, əffə salmasanız mən nəyə görə? Nəvəm dünyaya gələcək. Nigar Həzinin dünyaya gətirəcəyi körpə təhlükə altında. Çox sevdiyimiz Seymur Həzinin yoldaşı. Mən ona görə aclığı dayandırıram. Bir neçə gün, bir neçə həftəyə dünyaya gəlir evladı Nigar Həzinin. Və əgər məni əffə salmasanız, bu dəfə heç nəyə görə də ölümə qədər aclıq eləyəcəm. İlham Əliyev buraxacaq Tofiq Yağqulunu. Amma necə buraxacaq? May ayında Tofiq Yağqulu azadlıqda olacaq. Amma ona iynə vurub iflic edib buraxacaqlar. Tofiq ölsə biz İlhamın götündən ayrılırlar. Nə danışırsınız siz? Bütün dünya İlham Əliyevin üstə çökər. Bütün dünya.